İsrailin İstanbul konsulluğuna hücum olub, anbarın görüntüləri Müsavat.com-a istinadən diqqətinizə çatdıracağıq. 7 aprel tarixidir və gündəm xəbərin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, İstanbulun Beşik ərazisində İsrailin baş konsulluğuna qarşı qanlı atışma baş verib və Haberler.com bu barədə məlumat verir ki, silahlı insident zamanı 3 hücumçu zərərsizləşdirilib, 2 polis əməkdaşı isə ağır şəkildə yaralanıb. İstanbul Polis İdarəsindən verilən son məlumata görə konsulluğa hücum edənlərdən ikisi zərərsizləşdirilib, biri isə yaralı şəkildə ələ keçirilib və yaralanan polislər dərhal xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb. Türkiyənin Ədliyyə Naziri Akın Gürlək hadisə ilə bağlı rəsmi açıqlama verərək məhz hücumun bütün detallarının araşdırıldığına bildirib. Faktla bağlı bir baş prokuror müavini və 2 respublika prokuroru təyin edilib və prokurorlar hadisə yerində araşdırmalara, eyni zamanda lazımi istintaq tədbirlərinə başlayıblar deyə məhz Ədliyyə Naziri Akın Gürlək məlumatında bildirib. Qeyd eləyək ki, Müsavat.com-un sizə təqdim etdiyimiz bu görüntüləri məhz Türkiyə mediasına istinadən diqqətinizə çatdırdı.